your body. Nereye bakıyorsun? Çok şükür yarabbim. Bəli, indi gəldim oturdum dərsə. Saat 11-dir. Mən saat zaten 10-da falan durmuşdum. Təxmini 10-a qalmış falan. Durub yeməyimi, səhər yeməyimi yemək, o yan bu yan. Ondan sonra biraz da edit elədim. YouTube uzun videomun editini. Ona görə indi 11-də artıq dərsə otura bilərəm. Amma belə bir sorunumuz var ki, mənim saat 2 işləmiş başlayır hazırlığım və avtobusla gedəcəyim üçün təbii ki, biraz da tez çıxmalıyam. Yəni mənim əslində dərs oxumaq üçün bu dəqiqə 1 saatim var. 1 saata bir şeylər eləyib, sonra da hazırlığa gedəcəm. Hazırlığa gələndən sonra təbii ki, dərs oxuyacağıq. Prosta ki, indi hazırlığa qədər də insan bir şeylər eləmək istəyir. Mən də nə edəcəyəm? Kompüteri burada belə açdım. İndi buradan girəcəm. YouTube'dan yazılım bilimi kanalını açacağım. Və sonrasında da oradan Python video izahlarından qaldığım yerdən hansı videoda qalmışamsa ondan sonraki videoya baxacağım. 47 dənə falan video var səhv etmirəmsə. Mən elə bil ki, Python zaten müəllimə keçib hazırlıq müəlliməmiz. Lakin mən unudaram falan deyə bir də Python bilirsiniz də, yəni ki, çox önəmli bir dərsdir. Postlara bak. Triplere bak. Yəni informatikada yəni o düşür də konkret. Ən çox sualı olan, of danışamıram. İnformatika danışamıram, o düşür. Python haqqında çox sual düşür. Hə, şükür deyə bildim. Hə, ona görə mən də bir yandan da video izahlarından işte yaxşılaşdırmağa çalışıram. İndi dediyim kimi ona baxacağam. Zaten qısa olur. Sonra girəcəm, yoxlamağa çalışacağam. Görüm eləyə bilirəmmi falan. Keçən dəfə özüm üçün proqram da qurmuşdum. Çox xoşuma gəlir o belə şeylər eləmək. Nəysə, indi onu eləyəcəm. Sonra informatikadan müəlliməm bu gün soruşacağı mövzunu təkrarlayacağam. Bir də evə verdiyi sınaqdan 3-4 sual yazmamışdım. Onları da indi tamamlayarıq. Yəni 1 saatda bunları həll eləyəcəm. Məncə mükəmməl. Sonra da hazırlığa gedəcəyik. Beləsinə işte. Bəli, Aliyə ilə kombinlərə xoş gəlmisiniz. Hər videoda ayrı bir hoqqa verəcəm, fikir verirsiniz. İndi əynimi dəyişəcəm, sonra da hazırlığa gedəcəm. Çünki artıq saat yaxınlaşır. Mən birazdan bir şeylər atışdırıb, eləyib, hazırlaşıb çıxmam lazım. İndi bu şalvarı geyinəcəyəm. Və son vaxtlar ancaq bu saatımı və kəpənəkli sırğalarımı taxıram. Bunları taxacağam. Bir də bu kəmər taxmaq istəyirəm. Şalvarla gedər deyə düşündüm. Karışınıvı. Belə. İndi onda mən day geyinim və gəlim. Saçımı da bilmirəm. Saçımı yığa da bilərəm, amma açıq da qoya bilərəm. Mən də saçım biraz qatlıdır. Saçımı təzədən kəsdirəcəm. Biraz qatları pozulub. Kahveden anlayan adam zaten Starbucks'a gitmez. Tabii. Hələ də var. Baxın, belə tutanda bilinir. Belə gedir. Amma yenə də
Yenə də istəyirəm. Mən özümə qatlı yaraşdırıram çünki. Onda sizə qəşəng keçiş edirəm, baxın. Oğlum bu ne lan amına? Ya mükemmel çetişlerim var, görürsünüz. Haksız mıyım? Haksızsın. Ben size podyum yürüyüş edeyim. Şu an siz görmürsünüz. Çünkü ben perdeni bağladım. Ben geçe düşüm diye kamerada. Ama yani par parıldayır. Güneş de bayağı geçeydi. Bunu çekmişsin. Dırınınım. Ay güneş hara gedir? Güneş gidiyor, güneş. Ne kadar anlayışsızsınız ya. Güneş gidiyor, güneş. Baxın, mənim ən sevdiyim fəsil yay ola bilər. Yəni çox sevirəm yayı. Mən necə deyim, qışdı, payızdı, cart-curt mənə nə? Nəysə, bunun ayrıntılarını sonra danışarıq. Hazırlaşdım, indi də çıxıram. Gedəyirik. Biraz əslində tez-tez qatmalıyam ki, hafta uzatadım ama qatmamayı tercih edirəm. Görək nə olacaq. Çılgınsın man. İndi hazırlığa çatıram ki. Qatar yolunu keçəcəm və oradayız. Hazırlıklardan, bakın hazırlıklardan. Herkese yeniden salamlar. Ben hazırlıktan geldim. Hoş bulduk, hoş bulduk. Hoş geldiniz. Merhabalar. Ondan sonra istirahat elədim biraz. İndi isə hal-hazırda artıq dərsə oturmuşam. Gələndə saat 5'də oradan çıxdım. 6'ın yarısı kimi evə çatdım. Sonra indi də saat 7'dir, yəni 1 saat yarım falan o yan bu yana oldu. Videolara falan baxdım, bir şeyler elədim işte. Və indi artıq dərsə oturmuşam. Eləyəcəklərimi yazdım. Normalda bir gün qabaqdan yazıram, amma biraz planlarımda dəyişikliklər oldu. Artıq blok üçün bilet aldığım üçün əlavə olaraq əlavə nə edəcəmsə sadəcə blok, yəni temalı eləməliyəm, yoxsa olmayacaq. Blokdan sonra blok sınavına getdikdən sonra artıq biraz da buraxılış fənlərini təkrarlayıb, sonra artıq yay tətili. Deməli, riyaziyyatın ev tapşırıqlarını yazacağam. Bir də ki, yəni riyaziyyatın ev tapşırığı ikinci hissədən 17 sual var, səhv etmirəmsə prizmaya aid idi. Birinci hissədən də adi və onluq kəsrləri yazacağam, amma komple hamısını. Bu da nətər olur? Biz ikinci hissədən başladıq, birinci hissədən başlamadıq. Ona görə ikinci hissəni bu dəqiqə bitirməyə üzrəyik. Bu da deyəsən sonuncuydu. Artıq ikinci hissəni yəqin ki bitirdik. Birinci hissəni indi keçirik. O da bir də informatikadan bölmə 7 və 8. 7 və 8-ci bölmələri təkrarlayacağam. Nəysə, indi də sizi arxa tərəfə alıram. Siz məni arxadan görəcəksiniz. Mən də burada riyaziyyatda işləyəcəm. Onda indilik sağ olun. 3 saatimiz var. 3 saatten sonra da zaten taşacak bir deniz var. Yeniden salamlar. Mən dərsimi falan oxudum. İndi də Taşçaq denizə baxmaq üçün çay falan süzdüm özümə. Qəşəng. Və normalda oturub yerimdə, baxın yerimi belə atmışdım. Yerimdə kompüterdən
canlıdan girib elə izləyəcəydim kinonu, amma vermirlərmiş. Niyə bilmirəm. Canlı bu dəqiqə girə bilmədim. Nə Taşçı Princin öz səhifəsindən, nə də TRT-dən. Ona görə maalesef ki bunu eləmədim. İndi nənəmə dedim, nənəm kinoya baxırdı televizorda. Baxdım ki, televizorda verirlər. Amma burada vermirlər. Niyə, mən onu anlamadım. Yəni yine yeni bir olay. Nənəm kinosunu bitirən kimi mən oturacağım. Zaten hələ 10 dəqiqəyə falan başlayacaq. Belə yəni. Çok mutluyum, çok güzelim. Sonra da zaten yatacağım. Pusuya düştüler. Hadi koçum. Aferin kız. Fadime, ben var ya seni sülalene... Hürmetler. Ben artıq Aliyə kinoya baxdı və yəni içi gedərək hər səhnəsinə ölüb bayılaraq belə baxdım. Yəni, mükəmməl bir bölüm idi mənim üçün. İndi gedirəm daha yatmağa. Çok şey bir bölüm idi. Çok şeyde fragman verdiler. Da kanalıma aşağıdan tez abone olun, videoma like atın. Gelin bunlar önceki hansı videolarımı izlememişsinizse izleyebilirsiniz. Onsuz da tadımlık belə 13 dəqiqəlik videolardı. İzleyebilirsiniz. Estetiklikten uzak, tam olarak samimi vloglarımla karşınızdayım. Postlara bak. Triplere bak. Vallahi bilemiyorum. Bak triplere bak. Bay bay.